ağırlıq idmanı zərərlidir. Yəni bu kimə zərərlidir? Ağırlıq idmanı bugünkü gündə ən çox araşdırılan və uzun ömürlülüyün sirlərindən biri kimi aşkarlanmış bir idman növüdür. İnsanın bədənində olan əzələ qədər insanın ömrü hətta var deyirlər. Yəni əzələ nə qədər çoxdursa, daha uzun ömürlü olacaqsan. Çünki əzələ özü bir növü sizi qamətinizi düz saxlayır, sizi daha çox hərəkət etməyə sövq edir. Hərəkətli olan insan da daha çox uzun yaşaya bilən insandır. Və bunları bildikdə, yəni bu məqalələri oxuduqda, bu araşdırmaları oxuduqda bizim hansısa 80-70 yaşında bir həkimin çıxıb belə bir fikir söyləməyə insana gülməli gəlir. Çünki o artıq çox geri dövrdə qalıb və ancaq öz subyektiv fikrini bildirir. Burada isə tibb elmində ümumiyyətlə subyektiv fikir keçərsiz və etik də deyil. Zamanla bu hansısa insanın həyatında daha pis yön verə bilər. Ona görə biz həmişə istinadən deyirik və bu bizim subyektiv fikrimiz sadəcə bizə qala bilər və öz aramızda kimləsə mübahisə edə bilərik, amma bunu çıxıb efirdə və yaxud podkastda subyektiv fikrimizi deməyimiz etik deyil. Və bugünkü gün təəssüflər olsun ki, bu subyektiv fikirlər həkimlər tərəfindən çox səslənir və problem də ondadır, mənə elə gəlir.